Qış transfer pəncərəsi aktiv şəkildə davam edir və Azərbaycanın ən böyük klubları Qarabağ və Neftçi də bu prosesdə sürpriz addımlar atır. Qarabağ uzun müddətdir gözlənilən transferləri reallaşdırmaq niyyətindədir. Etibarlı mənbələr bildirir ki, klub artıq 2 futbolçu üçün rəsmi təklif göndərib. Təklif göndərilən oyunçuların adı və mövqeləri hələ açıqlanmayıb, lakin qarşıdakı bir həftə ərzində yekun cavabın gəlməsi gözlənilir. Baş məşqçi Qurban Qurbanov mediaya açıqlamasında bildirib ki, bir neçə mövqeyə oyunçu almaq planları var və danışıqlar uğurla davam edir. Qurbanov əlavə edib ki, transferlərin nəticəsi klubun gələcək strategiyasına və qarşıdakı yarışlara hazır olmaq üçün vacibdir. Eyni zamanda Neftçi klubunda da dəyişikliklər qaçılmazdır. Baş məşqçi Yuri Vernidub komandanın 3 legioner futbolçusu ilə yollarını ayırmaq niyyətindədir. Söhbət Ekvadorlu yarım müdafiəçi Cerdan Rezabala, Beninli dayaq yarım müdafiəçi Sesi Almeida və Lüksemburglu hücumçu Alessio Kurçidən gedir. Vernidub bildirib ki, bu oyunçuların performansı klubun iddialarına cavab vermir və sabiq baş məşqçinin seleksiya qərarları ona anlaşılmaz görünür. Ukraynalı mütəxəssis klub rəsmiləri ilə görüşərək yaranan suallara aydınlıq gətirməyi planlaşdırır. Mütəxəssislər hesab edirlər ki, Qarabağın planlaşdırılan transferləri komandaya böyük rəqabət və güc qatacaq. Hər iki klubun qış transfer pəncərəsindəki qərarları Azərbaycan futbolu üçün maraqlı inkişaflara yol aça bilər. Sizcə Qarabağ hansı mövqeləri gücləndirəcək? Neftçidən gedən oyunçuların yerinə kimlər gələcək? Fikirlərinizi şərhlərdə paylaşın. Ən son futbol xəbərləri və transfer yenilikləri üçün kanalımıza abunə olun və bildirişləri açın.